2025-ci ilin Konstitusiya və suverenliyi ili elan olunması ilə əlaqədar Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Masallıda Ev müxtəlifliyə qucaq açaq adlı tədbir və səyyar sərgi keçirilib. Azərbaycanda etnik müxtəliflik və multikulturalizm dəyərlərinə sadiqliyi nümayiş etdirmək, müxtəlif etnik qruplar arasında dialoqu təşviq etmək və cəmiyyətdə tolerantlığı gücləndirmək məqsədi ilə təşkil olunan tədbirdə Mədəniyyət Nazirliyinin Masallı rayon icra hakimiyyətinin rəsmiləri çıxış edərək bildiriblər ki, Azərbaycan tolerantlığının ən bariz nümunəsi 44 günlük vətən müharibəsində bütün dünyaya bəlli oldu. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan silahlı birləşmələrinə qarşı müharibədə ölkəmizdə yaşayan bütün azsaylı xalqların övladları iştirak etdilər. Dinindən, irqindən, yaşından və cinsindən asılı olmayaraq azsaylı xalqlara məxsus bütün insanlar Ali Başkomandan İlham Əliyevin çağırışına həmrəy oldular. 44 günlük vətən müharibəsində tarixi zəfərin qazanılmasında Ali Başkomandana və ordumuza dəstək verdilər. Daha sonra Masallı, Balakən və Qusar rayonlarından olan folklor qruplarının çıxışları tədbirə xüsusi rəng qatıb. Halay folklor kollektivinin rəngarəng rəqsləri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Bədii hissə başa çatdıqdan sonra multikulturalizm dəyərlərini özündə əks etdirən rəsm və foto sərgisinə baxış keçirilib. Sərginin ekspozisiyasında Dövlət Rəsm Qalereyasının fondunda yer alan Azərbaycanın tanınmış sənətkarlarının rəngkarlıq və qrafik əsərləri, həmçinin Azərbaycan Fotoqrafları Birliyinin kolleksiyasına aid fotolar da yer alıb.